Salam, hər vaxtınız xeyirli olsun, dəyərli tələbələrimiz. Biz bugün sosial işə giriş fənni ilə bağlı növbəti mühazirələrimizin birini sizlərə təqdim edəcəyik. Bu günə qədər əslində biz bir çox məsələlərə toxunmuşuq sosial işlə bağlı. Sosial işin mahiyyəti, onun ümumi fəlsəfi baxış, sosial işin nədən önəmli olması, yəni bu məsələlərlə bu və digər dərəcədə tanış olmuşuq. Bu gün isə sosial iş sahəsində müxtəlif nəzəriyyələr və konsepsiyalara ümumi şəkildə diqqət yetirəcəyik. Burada da bizim ilk yarım başlığımız klientin ehtiyacına qarşı fərdi yanaşma ideologiyasıdır. Ümumiyyətlə 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində artıq sosial ilişki aktuallaşmağa başladı və bu sosial işin aktuallaşması artıq yeni bir mərhələnin başlanğıcı oldu. Bu məsələdə də şübhəsiz ki, Mary Richmondun xüsusilə rolunu qeyd etmək lazımdır. Zaten klientin ehtiyacına qarşı fərdi yanaşma metodologiyasının irəli sürülməsi və onun əsaslandırılması da Mary Richmondun adı ilə bağlıdır. Mary Richmond yəni öz dövrü üçün sosial iş praktikasında fərdin aşağıdakı prinsiplərini qeyd edirdi. İnsanın ətrafa mühitə uyğunlaşa bilməsinin, yəni insan ətrafa mühitə necə uyğunlaşa bilmirsə nə üçündür, ona aydınlıq gətirirdi. İnsanlar sosial hadisələrə öz bioloji və intellektual ehtiyatlarına necə reaksiya verirlər, insanlar sosial statuslar məsələsində mənlik hisslərinə var, ancaq hansı problemlər yaranır, düzgün diaqnozun qoyulması, faktların analizi, diaqnoz qoyulduqdan sonra müalicə işinin, sosial işçinin müalicə plan işinin hazırlaması və qarşıya qoyulan məqsədə çatmaq üçün sosial işçinin daim xeyirxah və dostluq şəraitində bunları həyata keçirməsi. Beləliklə, Mary Richmond həm elmi sosial iş əsərində, həm sosial diaqnozlar əsərində sosial işlə bağlı həm bir tərəfdən anlayışlara aydınlıq gətirdi. Klient, benefisiar, müalicə, diaqnoz, profilaktika və sair və ilə axır anlayışlara həm dəqiqlik gətirdi, həm də özünün məhz fərdi iş metodundan bağlı birbaşa və dolayı müalicə metodunu irəli sürdü. Birbaşa müalicə metodunun əsas mahiyyətində məhz sosial işçinin benefisiarla qarşılıqlı əlaqə şəklində bunu gerçəkləşdirməsini nəzərdə tuturdu. Yəni sosial işçi ilə müştəri arasında etibarlı münasibətlərin pozitiv duyğuların yaranması birinci məsələ idisə, ikincisi isə benefisiarların öz problemlərini həll etmək qabiliyyətinin artırılmasını və fəallaşdırmasını nəzərdə tutmuşdur. Və şübhəsiz ki, bu yəni bilavasitə metod, müalicə metodunda tətbiq edilən aparıcı texnikalar, təlqin etmə, inandırma, diskussiyalar, həmçinin sosial işçinin şəxsi keyfiyyətləri, səmimilik və düzgünlük əsasında qurulurdu. O ki, qaldı dolayı təsir yaxud müalicə metodunun, dolayı müalicə metoduna gəlincə, bunda məzmun odur ki, artıq burada kömək yalnız benefisiarın özünə deyil, həm də onun əhatəsinə göstərilir. Onun mühiti dəyişdirilir. Yəni, sosial işçi ilə qarşı əlaqə zamanı müştəri situasiyasının sosial və özəl aspektlərin obyektiv mənzərəsini əldə etməli, bütövlükdə cəmiyyətdə, eləcə də sosial institutlarda onun sosial fəaliyyətinə maneçilik törədən münasibətləri araşdırmalıdır. Beləliklə, biz görürük ki, həm birbaşa, həm də dolayı müalicə metodunun özünə məxsus yeri vardır. Şübhəsiz ki, Mary Richmond bütün bunları sosial diaqnozlar kitabında geniş şəkildə izah edirdi və orada sosial işçi ilə benefisiar arasındakı münasibətlərin psixoloji, sosial psixoloji, iqtisadi, sosial-iqtisadi, yəni bütün yönlərdən nəzərdən keçirilirdi. Və beləliklə Mary Richmond yuxarıda qeyd etdiyimiz birbaşa və dolayı müalicə metodu prinsiplər əsasında sosial fərdi işin prinsiplərini işləyib hazırlayır və burada fərdi inkişaf, insan münasibətlərinin tənzimlənməsinə əsas diqqət yetirilirdi. Yəni, fərdin həyatı digər insanlarla mürəkkəb və ziddiyyətli münasibətlərin məcmusu kimi nəzərdən keçirilirdi. Beləliklə, Mary Richmond sosial fərdi işin prinsipləri kimi mental gigiyena prinsiplərini irəli sürürdü ki, bu prinsiplər sonradan etik kodeksin hazırlamasında da mühüm rol oynamışdı. Bunlar da nə idi? Klientə rəğbət bəslənilməsi, ona üstünlüyün verilməsi, yəni klientlə sosial işçi arasındakı münasibətlərdə benefisiara üstünlük verilməsi, onun təriflənməsi, onunla birgə fəaliyyət planlarının qurulması, yəni bu kimi məsələlər mühüm yer tutdu. Sonra bizim maraqlandıran sosial işin nəzəriyyəsi və konsepsiyalarından biri də sosial işin funksional modelidir. Bu istiqamətdə də əsas işi rank və takt oynayırlar ki, onlar da
Avstriyalı Sigmund Freud'in ideyalarından çıxış edirdilər. Onlar Sigmund Freud'in ideyalarına əsaslanaraq belə hesab edirlər ki, şəxsiyyətin inkişafı prosesində yaranan böhranlı vəziyyətlər onun doğuşdan aldığı zədələrin nəticəsidir. Ona görə də müxtəlif sosial şərtlərdən asılı olmayaraq sosial içi ilə klientin görüşü labiddir. Bu istiqamətin nümayəndələri öz diqqətlərini daha çox benefisiara köməyin göstərilməsi üzərində cəmləşdirir, onun uşaqlıq həyəcanlarına daha az maraq göstərir. İradə və dəyişə bilmək qabiliyyəti kimi dominantlar cari üsulun praktik nəzəriyyəsinin əsasında durur. Yəni bu məktəb nümayəndələrinin fəaliyyətindəki ən önəmli məqam daha sonra kömək prosesini müəyyənləşdirəcək sosial işçilərlə klient arasında qurulan münasibətlər təşkil edir. Başqa bir konsepsiyamız Baystekin adından bağlıdır. Baystek deməli 1957-ci ildə nəşr etdiyi kitabında, sosial işlə bağlı nəşr etdiyi kitabında sosial işçi ilə benefisiarın qarşılıqlı əlaqələrindən bəhs edir. Onun yəni nəzəriyyəsində fərdi iş metodlarındakı qarşılıqlı əlaqəni sosial işçi ilə müştəri arasında özünü tənzimləmə və inkişafa doğru yönəlmiş dinamik əlaqələr sistemi kimi nəzərdən keçirirdi. Baystek sosial işçi ilə müştəri arasındakı qarşı əlaqələrin əsas prinsiplərini aşağıdakı şəkildə ifadə etmişdi. Fərdiləşmə, hisslərin ifadəsində aşkarlıq, benefisiarların emosional durumuna nəzarət, birbaşa münasibətlər, müstəqilliyin inkişafı və məxfilik. Yəni, burada hər bir amil əlbəttə sosial işçi ilə benefisiar arasındakı münasibətlərin düzgün qurulmasında mühüm rol oynayır. Fərdi iş metodlarından birini ortaya qoyan Helen Perelman'dır ki, onun fərdi iş metodu problemin həlli metodu kimi çıxış edirdi. Bu metod psixososial müalicə və funksional metodun sintezindən əmələ gəlmiş və sosial iş praktikasında geniş tətbiq edilməkdədir. Perelmanın fikrincə kömək prosesi iki mühüm komponentdən ibarətdir. Kömək prosesi və fərdin ehtiyatları. Klientin probleminin həllini dar mənada, yəni onun istəkləri səviyyəsində nəzərdən keçirən müəllif, onun motivasiyasını yüksəltməyi, fəaliyyət qabiliyyətlərinin genişləndirilməsini, şəxsi ehtiyatlarının zənginləşdirilməsini təklif edirdi. Onun nəzəri üsulu məzmununda üstünlük təşkil edən anlayışlar kimi yer, problem, proses, ehtiyatlar terminlərini qeyd etmək olar. Başqa bir modelimiz psixososial yaxud psixodinamik modeldir. Belə modellərdən, yəni sosial konsepsiyaların modellərindən biri olan psixososial modelin də özünə məxsus cəhətləri var. Psixososial modeldə əsasən situasiya iş yaxud da situasiyada şəxsiyyət konsepsiyasıdır. Bu konsepsiyanın mərkəzində bir tərəfdən insanlarla, digər tərəfdən isə ətraf mühitlə əlaqəli olan şəxsiyyət durur. Klassik psixoanalizmdən fərqli olaraq cari konsepsiya öz diqqətini insanın keçmişində deyil, bu günündə cəmləşdirir, bu günkü problemlərinə yönəldir və şəxsiyyətin real sosial situasiyasını necə qəbul etməsini də təhlil edir. Ucu qaldı psixodinamik modelə. Sosial işçinin fəaliyyətinin psixodinamik modeli bir sıra vacib anlayışlara əsaslanır və bunlar aşağıdakılardan ibarətdir. Birincisi, klient ilə münasibət kontekstində sosial işçi nəzərə almalıdır ki, klient müəyyən psixoloji struktura malikdir və o qarşılıqlı təmasda olduğu mühitin xarici və daxili təsərrüfatında bu struktur dəyişə bilər. İkincisi, sosial işçi fəaliyyətində əsas vurğunu benefisiarın şəxsi situasiyasına, onun fərdi təcrübəsinə, əlahidəliyinə, düşüncələrini etməli, onun situasiyasına uyğun strategiya və taktikanı seçməlidir. Deməli, gördüyümüz kimi burada bu iki amil çox önəmlidir və bir də burada mühüm amillərdən biri də status quo məsələsidir. Bu konsepsiya çərçivəsində təkcə ancaq status quo analiz edilməyib, eyni zamanda klient ilə sosial işçi arasındakı münasibətlər, eləcə də konkret sosial mühitdə ehtiyac olanların bir-biri ilə münasibətlərinin təkamülü təhlil edilir. Birincisi ki, hər bir şəxsin yaşadığı mühitdə, iş həyatında, ailə həyatında, ictimai həyatda özünə məxsus statuslar var və bu statuslardan da doğru düzgün istifadə etmək lazımdır. Yəni, sosial işin psixodinamik modeli bir qayda olaraq klientin daxili aləminə, gerçəklik durumuna, onun mənsub olduğu qrupdakı münasibətlərin dəyişdirilməsi və korreksiyasını nəzərdə tutur. Yəni, bir insan ailədə özünü necə aparır, iş həyatında, ictimai həyatın müxtəlif sferalarında hansı şəkildə özünü ifadə edir. Ümumiyyətlə, sosial işin psixodinamik model çərçivəsində gerçəkləşməsi ilə əlaqədar müəyyən bir mərhələlər də nəzərdə tutulur. Klientin problemlərinin öyrənilməsi, klientin sosial vəziyyətinin, psixi durumunu və hisslərinin öyrənilməsi, sosial işçi ilə klientin yaxınlaşması və əlaqələrin yaradılması, klientin həyatında baş vermiş əsas hadisələrin nəzərdən keçirilməsi, onların insanın cari problemləri ilə əlaqəsi, qarşılıqlı etimad əsasında klient ilə sosial işçi arasında razılaşdırılmış hərəkətlər planının yaradılması, yəni bütövlükdə klientin problemlərinin həlli ilə qədər sosial işçinin ona
hər cür dəstək verməsi və bu işi bircə şəkildə həll etməsi məsələsidir. Başqa modellərdən biri davranış nəzəriyyəsindən bağlıdır, yaxud da behaviorist sosial işdir. Demək olar ki, psixotronomi konsepsiya eyni zamanda sosial işin alternativ nəzərlərdən biri behaviorizm meydana çıxmışdır. Bu üsul öz diqqətini əsasən xarici stimullara, reaksiyalara rəğmən kliyentin müşahidə olan davranışı üzərində cəmləşdirir. Behaviorizmin sosial iş sahəsində ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o bu sahənin məzmununu empirik tədqiqatlarla zənginləşdirməklə onun sosial işin zərbi mərhələsindən birinə çevirir. Yəni burada behaviorizm nəzəriyyəsindən bağlı əsas məsələ e, əksər hallarda, yəni behaviorist sosial işdə əksər hallarda aparılan eksperiment sxemlərinə əsaslanmaqdır. Davranışın mümkün növü müəyyənləşdirdikdən sonra onun qiymətləndirilməsi başlayır. Onun ardından isə müdaxilə gəlir. Həm bu mərhələdə, həm də ondan sonra belə davranışın ayrı-ayrı məqamları ölçülür. Bunlara qədər benefisiarı müxtəlif stimullara reaksiyasını müəyyənləşdirəcək cavab reaksiyası da nəzərdən keçirilməlidir. İnsanın stimula verdiyi cavab alınan kimi onun davranışının korreksiyasına da başlamaq olar. Bu zaman həm sosial işçinin birbaşa təsirindən, həm də əhəmiyyət kəsb edəcək yeni stimulların təsirindən istifadə etmək olar. Sosial işin nəzəriyyəsi və tədqiqatı ilə bağlı modellərdən biri də kognitiv modeldir. Sosial işin kognitiv modeli insan şüuru, onun insan davranışına təsiri, insanın fərdi və sosial iş problemlərinin həlli məsələlərlə məşğul olur. Bu model sosial iş problemlərinin dərk edilməsi və həllində psixososial, sosioloji, sosial üsulların elementlərindən də istifadə edir. Kognitiv modelin seçici xüsusiyyətləri isə aşağıdakılardan ibarətdir. Birincisi, insanlar gördüklərinə və anladıqlarına rəğmən özünə məxsus gerçəklik modellərini yaradır. Yəni, bizim gördüklərimiz və anladıqlarımız bir şeydir. Ancaq ondan irəli gələrək ortaya qoyduğumuz modellər bir qədər fərqli ola bilər. İkincisi, insan sosial gerçəkliyə uyğunlaşmaqla həm özü dəyişir, həm də reallığı dəyişdirməyə cəhd göstərir və nəticədə özünə arxanlıq hissi qazanır. Burada gördüyümüz kimi, insanlar hansısa bir şeylərlə razı deyilsə, sosial deyək ki, gerçəklikdə, o gerçəklikdə özünə məxsus nəsə müsbət mənada dəyişdirmək istəyir. Əlbəttə, dəyişdirirsə, deyək ki, narkomaniyada problemlər var, deyək ki, narkomaniya, narkotik adətlərini dəyişdirmək və ümumiyyətlə bu məsələlərdə problem əldə etmək istəyirsə, bu müsbət deyək ki, bir haldır. Yaxud da deyək ki, alkoholizmlə bağlı nəsə bir müsbət işlər görmək istəyir və alkoholizmin azalmasına və yaxud tamam deyək ki, aradan qaldırmasına çalışırsa, bunlar müsbət yaxud da axıllarla bağlı aparılan iş və s. və ilə axır. İnsanın mühitə adaptasiya prosesinə mən və biz duyumu da təsəvvürləri təsir göstərir. Doğrudan da bizim iş sahəmizdə, yəni bilik olaraq dərk etdiyimiz, mənim dərk etdiyim və bizim dərk etdiyimiz, əslində mən və bizim dərk etdiyimiz bir-birini tamamlamalıdır ki, o zaman cəmiyyətdə dediyimiz kimi sosial sayəsindəki bağlı bir çox məsələlərdə müsbətə doğru ciddi dəyişikliklər olacaq. Kognitiv modelin ən məşhur müəlliflərindən biri Goldsteindir. Goldstein sosial iş praktikasında tətbiq edilən onun əsas tədris tipi vardı. Bunlar strateji, taktiki və adaptivdir. Yəni, strateji informasiyanın əldə edilməsi, müəyyən məqsədin alim olmaq üçün təcrübənin toplanması doğrudan da çox önəmlidir. İnformasiyanı doğru əldə etmək və doğru izah etmək və doğru yönəltmək. Taktiki gündəlik həyata uyğunlaşmaq məqsədi ilədir. Çünki insanın gündəlik həyatında biliklərimiz taktiki mənada dəyişə bilər və biz bunu müəyyən mənada gündəlik həyata uyğunlaşmasında doğru məqsəd seçməliyik. Adaptivlik də insanın öz mənnin və yaradılmış gerçəkliyini dəyişdirməsinə doğru yönəldilmiş tədrisdir. Yəni, öz daxili mənimizlə mövcud olan deyək ki, gerçəkliyi biz necə uyğunlaşdırırıq mən və deyək ki, biz şəraitində. Tədris prosesi özündə 4 ardıcı mərhələni daxil edir Goldsteinə görə. Diskriminasiya, yəni xarici mühitin problemlərinin dərk edilməsi mərhələsi. Yəni biz nəyi dərk etməkdə çətinlik çəkiriksə xarici mühitdə, ona can atırıq ki, orada bir şeylər edək və orada nəsə bir deyək ki, xarici mühitin problemlərinin dərki və ondan sonra müəyyən addımların atılması. Konseptuallıq informasiyanın emal edilməsi prosesində müştəri tərəfindən istifadə olunan ideya və simvolların öyrənilməsi mərhələsi. Yəni burada artıq deyək ki, bir sosial işçi qarşı tərəfə, yəni benefisiarlara onun problemlərinə çıxış yol tapmaq üçün hansı ideya və simvollardan istifadə edir və bunlar əsaslı şəkildə olmalıdır. Prinsipial dəyərlər sisteminin daxil mənnin öyrənilməsi mərhələsidir. Yəni, dəyərlər sistemində prinsipiallıq insana kömək edir, xüsusən də benefisiarlara kömək edir ki, o öz daxil mənni öyrəndikdən sonra daha güclü bir şəkildə özünü ifadə edə
bilsin. Problemin həlli mərhələsi əvvəlkilərin özünə məxsus sintezi olmaqla həm proses, həm də situasiyanın məntiqi qiymətləndirilməsinin ikinci üsuludur. Bu mərhələ özü də üç əsas mərhələdən ibarətdir. Birinci mərhələdə mövcud problem müştəri üçün anlaqlı və hiss edilən olur. İkinci mərhələdə problem həll edilir. Onun həllinin müxtəlif üsulları araşdırılır, fəaliyyət strategiyası müəyyənləşdirilir və nəhayət üçüncü mərhələdə seçilmiş strategiya gerçəkləşdirilir və insan tərəfindən gələcəkdə oxşar problemlərin həlli istiqamətində texnologiyalar hazırlanır. Gördüyümüz kimi, yəni koqnitiv model də çox önəmli bir modeldir. Çünki sosialistçi deyək ki, axıllarla, əlillərlə, narkomaniya problemi ilə və digər problemlərlə işləyirsə, gərək orada onu yaxından, yəni məsələləri, problemin kökünə hər tərəfli dərk etsin ki, Goldstein də dediyi kimi, yəni onda mərhələ-mərhələ bunları həyata keçirməkdə bacarsın. Yeri gəlmişkən, yəni xüsusən də 20-ci əsrin 80-ci illərindən 80-ci 90-cı illərdə kognitiv model çox məşhur olmuş modellərdən biridir. Sosial işlə sistem üsulu. Sosial işlə sistem üsulu da məşhur sistemlərdən biridir. Bu struktur sosial işlə nəzərə əsaslarını təşkil edən bəzi konsepsiyaları da yəni mühüm yer tutan üsullardan biri sistem üsuludur. Sosial işlə bu üsulun bir neçə modeli mövcuddur. Onlardan ən məşhurlarından biri von Gottland'ın sistem nəzəriyyəsidir. Özünün ilkin variantında bu üsul bioloji materiala rəğmən hazırlanmışdı və qeyd olunurdu ki, bütün orqanizmlər alt sistemlərdən ibarətdir və sistemin özü isə daha böyük sistemin bir hissəsidir. Yəni burada alt sistemlər, yəni ki, üst sistemlər və bu sistemlərin də qanunlara uyğun olaraq addım atmaqdan söhbət gedir. Məsələn, insan daimi dövriyyədə olan qan dövranının maddələrin mübadiləsidir, toxumları olan və toxumları da öz növbəsində atomlardan və daha kiçik hissəciklərdən ibarət olan bir varlıq olmaqla cəmiyyətin bir hissəsidir. Deməli, bu nəzəriyyədən özünə sosial qrupları, ictimai institutları, ailələri, kiçik qrup və kollektivləri daxil edən sosial sistemlərin analizində də geniş istifadə etməyə başlanmışdır. Parsonsun da sistem üsuluna var. O da daha çox funksionalizm modeli ilə də müəyyən qədər, yəni sosial işin funksional, ümumiyyətlə sosioloji mənada daha doğrusu da funksional sistem üsuludur. Burada dediyimiz kimi müəyyən bir funksionallığı həyata keçirməkdir. Çünki Parsons da hesab edirdi ki, hər bir cəmiyyətin özündə müəyyən bir funksional sistem var ki, o problemlərin kökü, yəni gündəlik həyatda mövcud olan problemlər və indiki şəraitlə bağlı olmasa, yoxsa tarixi məsələlərə nəzər yetirmək. Yəni, Parsons hər halda hesab edirdi ki, məsələn, hər bir insanda deyək ki, daxili deyək ki, ox var, xarici ox var. Burada, yəni, daxili mənada insanın öz hiss və düşüncələrindəki deyək ki, ziddiyyətlər və onların həllindəki sistemdən kənar çıxmaq, onu yenidən sistemə vəf etməkdən gedirsə, məsələn, xarici oxda, xarici instrumentlər kimi də biz kənar amilləri, bizi təsdiq göstərən digər amilləri öyrənirik və orada sistemi müəyyən cəmiyyətdəki deyək ki, problemlər və onlardan həll etmək üçün onun müəyyən mənada öyrənilməsi və həyata keçirilməsindən söhbət gedir. Əlbəttə, digər modellər də var. Sistem üsuluna bağlı. Öyrənmə prosesində müdaxilə nəzəriyyəsi, öyrənmə prosesində müdaxilə nəzəriyyəsi ümumiyyətlə sosial iş praktikasında geniş yayılmış universal nəzər metodlardan biridir. Ənənəvi olaraq böhran deyəndə gözümüzün önünə məşəqqətli keçid dövrləri, nəzərə çarpacaq situativ dəyişikliklər, gözlənilməz faciə və hadisələr və s. gəlir. Bununla bağlı bir çox mütəxəssislər öz fikirlərini demişlər. Onlardan biri Kaplanın əsərləri ortaya çıxandan sonra fərdi etdiyi vasitələrlə öhdəsindən gələ bilmədiyi problem situasiyalarda böhran situasiyaları kimi qiymətləndirilməyə başlanılmışdır. Bu məntiqə rəğmən sosial xidmət orqanlarına kömək üçün müraciət edən insan böhran situasiyasında insandır. Bu nəzəriyyənin daha dolğun izahını Naomi Klein aşağıdakı tezislərdə ifadə etmişdir. Hər bir insan sosial qrup yaxud təşkilat ömrü boyunca böhranlı vəziyyətlərlə qarşılaşacaq və hadisələr gözlənilən və gözlənilməz ola bilər. Hər hansı bir itki ilə müşahidə olunan hadisələr ən qorxulu hadisələrdir. Çünki bu halda şəxsiyyətin müvazinəti pozulur. O, öz problemlərini adi hallarda olduğu kimi həll etmək qabiliyyətidir və onun durumundakı psixoloji gərginliyi artır. Stressli hadisələr, təhlükə, itki, çıxılmazlıq hissləri yaratdığından fərdin ilkin reaksiyası narahatçılıq nəticəsində yaranmış problemi həll cəhdləri ola bilər. Yaranmış problemlərin əksəriyyəti əvvəllər tətbiq olunmuş strategiyalar əsasında həll edilir və bu da fəal böhran ehtimalını aşağı salır. Lakin problemin həlli yönümündə uğursuz cəhdlər edilmiş olarsa, ondan böhranlı situasiya kəskinləşər və onun nəticələri
acınacaqlı ola bilər. Böhranlı hadisələr arasındakı ararlıq ondan çıxmaq üçün tələb olunan zaman kəsiyi, şəxsiyyətin psixoloji xüsusiyyətlərindən və hadisələrin xarakterindən asılı olaraq dəyişir. Lakin bir qayda olaraq fəal böhran dövrü 4-6 həftəni əhatə edir. Böhranlı durumda olan insanlar xarici təsirə məruz qalmaq nöqteyi-nəzərindən daha həssas və açıq insanlar olduğundan dırnaq arasında onların durumuna məhz bu dövrdə müdaxilə olunmasının əhəmiyyəti təksib edilməzdir. Gördüyümüz kimi, yəni böhranlı dövrdə doğrudan da insanlar çox şeylərlə qarşılaşa bilər, içkilər, qəzalar və bu zaman hazır olmaq lazımdır. Yəni hər bir situasiyada deyək ki, böhranlı vəziyyətdə onun çıxış yolları tapmaq olduqca önəmli məsələlərdən biridir. Prevensiya nəzəriyyəsi. Bu nəzəriyyə bu nəzəriyyə ilə bilavasitə əlaqədar olan və sosial iş praktikasında geniş tətbiq olunan nəzəriyyə kimi prevensiya nəzəriyyəsi nəzərdən keçirilir. Ümumi şəkildə prevensiyanı arzu olunmaz hadisələrin, proseslərin qarşısına almaq məqsədləri kimi də qiymətləndirmək olar. Sosial iş institutlaşmağa başladığı dövrdən ta bu günə dək davamlı olaraq prevensiya konsepsiyasına istinad etmişdir. Sosial işin labid elementləri olan planlaşdırma və sosial layihələşdirmə elə əslində preventiv tədbirlərin cam ifadəsindən başqa bir şey deyildir. Bütün qərb ölkələrində preventiv kömək sosial müdafiənin formalaşması və inkişafının əsas mərhələlərindən biri olmuşdur. Yəni aydındır ki, biz həyatımızda bir çox hallarda arzu olunmaz hadisələr, yaxud da proseslərlə üz-üzə qalır və onların qarşısını almaq, onları doğru yönəltmək, doğrudan da bu çox önəmlidir. Yəni bu baxımdan bununla bağlı araşdırma aparan Alman sosiologu Klaus Yapın əməyini qiymətləndirmək olar. Klaus prevensiyanı təhlükə və risk anlayışları vasitəsilə müəyyən etməyə çalışır və qeyd edir ki, risk hər hansısa bir seçimi nəzərdə tutur və subyektiv qərarın nəticələri ilə uyğunlaşdırılır. Bundan fərqli olaraq təhlükə isə klientə rəğmən obyektiv xarici səbəblər üzündən yaranır. Prevensiya ilk öncə təhlükəli vəziyyəti klientə qismən seçim azadlığı verə biləcək risk vəziyyəti ilə dəyişməkdən, yəni müştəriyə özü üçün daha əlverişli qərarın seçilməsi imkanı verməkdən ibarət olur. Preventiv fəaliyyətin yönümündən asılı olaraq maddi və formal prevensiyanı da ayrılır. Loqoterapiya nəzəriyyəsi. Loqoterapiya nəzəriyyəsi insanın təbiətinə və mahiyyətinə mürəkkəb, fəlsəfi, psixoloji, tibbi başda sistem olmaqla şəxsiyyətin inkişafı mexanizmlərinin norma və patologiyasını nəzərdən keçirir. Şəxsiyyətin inkişafı üçün müvafiq anomaliyanın korreksiyasının yolu və üsulları göstərir. Yəni bir insan başlanmışdan hansısa bir çətinliyə çəkdiyi danışmaqda, fikrini ifadə etməkdə və s. Subyekt, obyekt, subyekt qarşılıqlı münasibətlər sistemində klientin duyum xüsusiyyətlərinin öyrənilməsi məsələləri, sosial işin ekstensiyası modelinin əsas məzmununu, bu münasibətlər haqqındakı fikir və nəticələri onun əsas qayəsini təşkil edir. Bu model çərçivəsində adətən aşağıdakılar nəzərdən keçirilir. Subyekt, obyekt, subyekt sistemi daxilində qaydalar və rollar. Dairi sistemlər kontekstində subyekt, obyekt, subyekt alt sistemi və ona göstərilən təsir, müştərinin inandığı dəyərlər sistemi, müştəri qorxusu və təhlükəsizliyin olmaması ilə necə mübarizə aparır? Problemin həllinin bütün aspektləri burada da qiymətləndirilir. Sonra başqa bir modelimiz bizim deməli sosial iş nəzəriyyəsində rol və kommunikativ nəzəriyyələrdir. Burada isə sosial iş nəzəriyyə əsaslarını təşkil edən, yəni əsas komponent sosial biliklər təşkil edir. Lakin sosial işçilərin məqsədyönlü fəaliyyətlərinin məzmununu zənginləşdirmək nöqteyi nəzərindən psixoloji biliklər də oraya əlavə etmək lazımdır. Bu modellər çərçivəsində ilk növbədə şəxsiyyətin rolunun məzmunu, yəni həm psixoloji, həm də sosial psixoloji planı araşdırılır. Rol nəzəriyyəsinin psixoloji, sosial psixoloji inkişaf kontekstinin gerçəkləşdirməsinə baxmayaraq bir məqamda unutmaq olmaz ki, ilkin olaraq o sosiologiyanın struktur funksional üsulu çərçivəsində meydana gəlmişdir. Bu nəzəriyyəyə görə insanlar cəmiyyətin sosial strukturunda müəyyən yer və mövqelər tutur və müvafiq statuslarına rəğmən xarakterik rollarını oynayırlar. Bu mənada rol həyat fəaliyyəti subyektinin müəyyən gözləmələrin, yaxud davranış növlərinin məcmusu deməkdir. Əlbəttə, bu rollar müəyyənləşdirmək, rolları oynamaq və müəyyən mənada sosial işçinin bu məsələdə özünü ifadə etməsi də olduqca vacib nəzəriyyələrdən biridir. Burada digər modellər var. Qısaca bunları da nəzər yetsək, böhran müdaxilə nəzəri modeli yuxarıda da biraz biz o böhranlı situasiyalardan danışdıq. Ancaq bu böhranlara nə vaxt müdaxilə etməyin zamanını gözləmək və doğru zamanda doğru məsələlərə müdaxilə etmək mümkündür. Sonra, məsələn, sosial iş nəzəriyyəsində radikal və marksist modellər də var ki, burada daha çox sosialist ölkələrində çox geniş yayılmışdır və marksist model də biraz da sərtliyi ilə, radikal sosial işindən qiymətlənilir. Hər halda burada da biz mütərəqqi mövqeyə, reproduktiv mövqeyə və ziddiyyətli mövqeyə də diqqət yetirməliyik. Bir də sosial pedaqogika var ki, burada da xüsusi tərbiyə mənasında
Yəni xüsusi tərbiyənin əhəmiyyəti və burada xüsusi tərbiyəvi anlamda hansı addımlar atır və biz bunlar fərdi anlamda, sosial anlamda bu məsələləri biz ifadə edirik. Yəni bütövlükdə əlbəttə sosial işinlə bağlı, sosial işlə bağlı bir çox digər nəzəriyyə və modellər də vardır. Ancaq hər halda biz ümumi şəkildə bir sizlərə diqqətini buna yönəltməyə çalışdıq. Ümid edirik ki, sizlərdə müəyyən təsəvvür yaranacaqdır. Ona görə də biz bu məsələlər sizin hər halda düşüncələrinizi çatdırdıq. Sağ olun, var olun.